Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin sizə üslubiyyatla bağlı ümumi məlumatları çatdırım. Uşaqlar, üslubiyyat dilçilik terminidir. Üslub isə ümumi anlayışdır. Üslub sözü elm, yəni müxtəlif elm sahələrində, müxtəlif yerlərdə işlənə bilər. Məsələn, geyim üslubu ola bilər, danışıq üslubu, yəni qısacası tərz. Sizin dilindən desək, stil. Mənim üslubum, tərzim, danışıq tərzim budur. Ancaq bu gördüyünüz üslubiyyat sözü dilçilik terminidir. Dilçiliyin bölməsidir. Bizə bu lazımdır. Bu da funksional üslublar, bir də fərdi üslub var. Fərdi üslub uşaqlar daha çox yazıçıların, şairlərin üslubudur. Necə olacaq? Məsələn, əslində bütün şairlər, yazıçılar əsərlərini bədii üslubda yazırlar. Bədii üslubda yazırlar. Sadəcə, məsələn, şeiri oxuyanda baxırıq ki, bu şeir Sabiri xatırladır bizə, onun tərzidir. Yəni, sözlərdən artıq başa düşürük ki, onun stilidir, sizin dilinizdən desək, tərz olaraq. Fərdi üslub budur. Bizə lazımdır funksional üslublar. Funksional üslublar bədii üslubdur, elmi üslubdur, rəsmi işgüzar üslubdur, publisistikdir, məişət üslubudur. Və sizin mətniniz biri bədii üslubda olacaq, biri də publisistik üslubda olacaq. Elmi üslubla bağlı, rəsmi işgüzar, məişət üslubla bağlı mətninizin hər hansı bir sualında çərçivə daxilində balaca mətn verəcək və o mətn bu üslublardan hər hansı birində olacaq və sizdən nə istəyəcək? Venn diaqramı təşkil edə bilər, yəni sualda. Sizə deyəcək ki, əsas mətnlə çərçivə daxilindəki mətnin üslubu xüsusiyyətlərini müqayisə edib yazın. Əsas mətniniz tutaq ki, bədii üslubdadır. Ona aid səciyyəvi xüsusiyyətləri buradan yazırsınız. Çərçivədəki mətnə aid xüsusiyyətləri buradan yazırsınız. Ortaq hissəyə də yazsaz ki, ədəbi dili təşkil edir, həmişə bunu yazsaz. Bir də funksional üslublara aiddir və normalara tabe olur da yaza bilərik. Sadəcə bədii üslubda normalar inversiyadır, söz sırası, yəni pozulmasıdır. Müəyyən mənalarda pozula bilir. Amma ədəbi dili təşkil edir, funksional üslublara aiddir. Ortaq hissəyə həmişə bu ikisini yazsaz düz olacaq. Gəlin baxaq. Bədii üslub uşaqlar, milli bədii təfəkkürün, yəni düşüncənin ifadəsi olub, obrazlı, emosional nitq formasıdır. Bədii üslubun əsas cəhəti obrazlılıqdır. Obrazlıqda uşaqlar bölünür fonetik obrazlılıq. Fonetik obrazlılıq, yəni sözün üzərində oynama deyək loru dildə. Məsələn, burada sait səslərin təkrarlanması, assonans, alliterasiya, samit səslərin təkrarlanması. Sonra burada var leksik obrazlıq. Leksik obrazlıq, leksika bölməsində nə öyrənirik? Frazeoloji birləşmələr, məcazi mənalı ifadələr, sonra çox mənalı sözlər, sinonimlər, antonimlər və s. Əgər onlardan mətnimizdə istifadə olunubsa, burada leksik obrazlıq var. Bir də var uşaqlar, qrammatik obrazlıq. Qrammatik obrazlıqda isə burada var inversiya, yəni söz sırasının pozulması. Burada var ellipsiz, yəni ellipsiz bərpası mümkün olan ixtisarlar. Məsələn, deyirəm ki, bizdə şeir də var, sənət də. Burada var ixtisar olundu. Deməli, bu ellipsisdir. Bədii üslub bədii əsərlərin, şeirin, hekayənin, romanın, dramın dilidir. Bu üslubda sözün əsas işi poetik funksiya daşımasıdır. Yəni, əsas işi məcazi mənada işlənməkdir, daha çox. Amma bədii üslubdur deyə orada informativ funksiya daşıyan sözlər olmaz. Əlbəttə ki, çoxluğu elə informativ funksiya daşıyan sözlər olur. Amma orada poetik funksiyada mümkündür ki, məcazi mənada olsun. Yəni, olması normaldır. Bədii dili tarixiliyi ilə bütün tarixi boyu aparıcı olmuşdur. Yəni, ən qədim üslub bədii üslubdur, ən aparıcı üslub bədii üslubdur. Çünki şifahi xalq ədəbiyyatından belə üzübəri
atalar sözləri deyək, nə bilim, əfsanələr, fərqi yoxdur. Bədii üslubun üzərində qurulmuşdur. Bədii üslubla bağlı uşaqlar yaza bilərsiniz ki, həmişə məcazilik yazsanız üst xüsusiyyətinə, obrazlıq yazsanız, emosionallıq yazsanız düz olacaq. Bunu da məcazilik yaradır. Çox mənalılıq, frazeologizm. Sonra burada yazmışam fonetik obrazlıq, alliterasiya, samit səslərin təkrarı, assonans saitlərin təkrarı, sözdə məsələn ardıcıl təkrarlanıb. Məsələn, qrammatik obrazı, ellipsis dedik, bərpası mümkün olan ixtisarlardır. İnversiya uşaqlar söz sırasının pozulmasıdır. Daha çox şeirlərdə olur. Xəbəri əvvələ keçir, mübtədanın söz sırası pozulur. Ayrılarmı könül candan? Normalda könül candan ayrılarmı? Xəbər axırda gəlməli idi, amma əvvələ keçirilib. Buna deyirik inversiya. Söz sırasının pozulması inversiya adlanacaq. Gəldi elmi üsluba. Elmi üslub hardan biləcək ki, balaca mətnimiz elmi üslubdadır? Əgər mətni balaca bir mətindir, siz onu oxuyanda o mətin sizə hansısa bir dərsliyi xatırladırsa və izah etmək varsa, orada şərh varsa və yaxud bir neçə termindən istifadə olunubsa, termin hansısa bir elm sahəsinə, peşə sahəsinə aid olan xüsusi, özəl sözlərdir. Məsələn, rəssamlıqla bağlı, həkimliklə bağlı, hətta dilçilik, sintaksis deyək. Məsələn, sintaksis harda işlənir? Azərbaycan dilində. Azərbaycan dili elmdir. Deməli, bu termin olacaq. Fonetika. Terminlərdə hər kəs başa düşmür. Yəni, sırf o peşə ilə məşğul olanlar başa düşür. Elmi üslubun xüsusiyyətləri, elmi təfəkkürün təzahür forması olub, müxtəlif elm sahələrinin dilidir. Dərsliklərin müxtəlif elm sahələri ilə əlaqədar kitab, monoqrafiya, elmi məqalələrin dilidir. Əsas xüsusiyyətləri məntiqlilik, həmişə yazsaz doğrudur bunlar. Ardıcıllıq, konkretlik, bunu hər dəfə elmi üslubla bağlı xarakterik xüsusiyyət deyəndə yazsanız düz olacaq. Dəqiqlik, termin sıxlığı, terminlərdən daha çox istifadə olunur. Məsələn, dediyim kimi Azərbaycan dili, riyaziyyat fənninə aid olan terminlər, mürəkkəb cümlələr, modallıq bildirən sözlər, ifadələr daha çox işlənir. Daha çox fikir yığcamı olur. Konkret ifadə etmək üçün düsturlardan, formullardan istifadə olunur. Qrafik vasitələrdən, rəqəm cədvəllərdən istifadə olunur. Fikirlər, hökmlər, ifadələr birmənalı olur. Müəyyən istisnaları çıxmaqla bütövlükdə obrazlığa, emosionallığa, çox mənalığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilə bilməz elmi üslubda. Gəlirik publisistik üsluba. İndi elmi üslubu çatdıraq konkret. Deməli, mətnin, balaca mətni elmi üslubdadır. Mətnin üslubuna aid xarakterik xüsusiyyət, səciyyəvi xüsusiyyət yaz desə, nələri həmişə yazsan düzgündür. Yazacaqsan buradan, deməli, məntiqlilik, ardıcıllıq, konkretlik, sonra yazacaqsan burada mürəkkəb cümlələr deyəndə tabeli tabesizdən söhbət getmir, ağır cümlələrdən söhbət gedir və ən əsası termin sıxlığı yaza bilərsiniz. Termin sıxlığı da o demək deyil ki, başdan ayağa terminlərdən istifadə olunsun. 1-2 termin istifadə olunubsa kifayətdir. Yaza bilərsiniz. Publisistik üslub uşaqlar. Publisistik, public sözündən götürülmüş, ictimaiyyət, yəni ictimaiyyətə məsələn, məlumat çatdırır. Jurnalistlər, televiziyada, radioda, qəzet, jurnallarda. Bax, bu publisistik üslubdadır, həmin o məlumatlar. Mətniniz əgər məlumat verici mətindirsə, həmin mətn olacaq publisistik üslubda. Əgər məlumat verici mətindirsə, məsələn, kitabın yaranması ola bilər, nə bilim, kimsə haqqında ola bilər. Bu publisistik üslubdur. Xüsusiyyətləri kütləvi anlaşıqlılıq. Kütləvi anlaşıqlıq nə deməkdir? Baxın, jurnalist danışanda kütləyə xitabən danışır. Yəni, onu minlərlə insan izləyir. 7-dən 77-yə. Kütləyə danışırsa, dili anlaşıqlı olmalıdır, aydın olmalıdır,
xalq dilinə yaxın olmalıdır, təsirli olmalıdır. Mücərrəd obrazlıqdan, yəni bədii üslubdakı kimi geniş istifadə olunmur, azmaz istifadə oluna bilər, heç istifadə olunmaz fikri yanlış olar. Bədii üslubdakı kimi çox olmaz. Ağır terminlərdən bəli istifadə olunmaz, çünki ona 7-dən 77-yə hər kəs baxır və anlamalıdır. Sintaksi, yəni işlətdiyi cümlələr, sözlər danışıq dilinə daha yaxındır. Kütləvi nitq forması olduğundan xalq dilinə çox yaxındır. Müxtəlif emosiyaları ifadə edir. Sadəcə həm təsviri ola bilər, həm də analitik də ola bilər. Analitik izah formasıdır. Təsviri isə təsvir edir. Və publisistik üslub uşaqlar iki cür olur. Bir, şifahi, bura aiddir. TV, məsələn, bir də radionun dili. Hətta publisistik üsluba uşaqlar mətbuat dili də deyə bilərik. Mətbuat dili. Bundan əlavə olacaq yazılı. Yazılı olanda uşaqlar qəzet, jurnal, məqalələr, yəni bunlar olacaq publisistik üslubda. Yadınızda qalar ümid edirəm. Uşaqlar, bədii üslubda sözün funksiyası poetik funksiyada olur. Yəni məcazi mənada işlənibsə, həmin söz poetik funksiyada olacaq. Məsələn, buna biz poetizm də deyə bilərik. Əgər söz məcazi mənada, obrazlı şəkildə işlənibsə, bu sözün poetik funksiyasıdır. Poetizm bədii söz deməkdir. İnformativ funksiya sözün həqiqi mənada olmasıdır. Poetik funksiya sözün məcazi mənada olmasıdır. Soyuq hava həqiqi, soyuq münasibət məcazi. Soyuq su həqiqi, soyuq adam məcazi. Sonra gəlirik buradan. Bayaq dedim ki, alliterasiya samitlərin təkrarıdır. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq hər kişinin işidir. Görürsünüz, burada təkrarlanan yıl samitlər var. Bu fonetik göstəricidir. Yəni bədii üslubda. Al ilə ala gözlərin aldadıb aldı könlümü. Alinə bax, nə al edər kimsə ilişməz alinə. Görürsünüz, təkrarlanan saitlər var. Asonos səslərin təkrarına deyilir. Ərənlər məskəni vətənim mənim. Görürsünüz, ərlər təkrarlanıb. Sonra uşaqlar, bədii üslubda var epitet, buna təşbih, istiarə, metafor, köçürmə, mübaliğə, kinayə, frazeoloji birləşmə, sinonimlik, antonimlik, çoxmənalılıq. Epitet nədir uşaqlar? Yunan sözüdür, əlavə deməkdir. Əlavə olunan söz məcazi mənalı söz olub, əşyanın əvvəlinə artırılır və onu təyin edir. Bədii təyin məcazi mənalı təyindir. Yəni, qısacası cümlədə, mətndə necə, nə cür, hansı sualına cavab verən, məcazi mənada işlənən ifadə varsa, həmin söz bədii təyin adlanacaq. Dərin məna, necə məna dərin, amma məcazidir. Daş ürək, necə ürək, daş ürək, məcazidir, bu bədii təyin epitetdir. Dəmir iradə, necə iradə, məcazi. Qrammatik təyin isə həqiqi mənalı, necə sualına cavab verən təyinlərdir. Dərin quyu, daş bina ola bilər, dəmir qapı ola bilər. Metafor, istiarə, köçürmə deməkdir. Nəyəsə aid xüsusiyyətin başqa bir əşya varlığın üzərinə köçürülməsidir. Günəş gülümsədi. Burada gülümsəmək insana aid xüsusiyyətdir, köçürülüb günəşin üzərinə. Buludlar ağladı. Burada ağlamaq insana aid xüsusiyyətdir, köçürülüb buludların üzərinə. Və gördünüz ki, əgər belə bir hal varsa, bu bədii üslubun xüsusiyyətindən metafor sayılacaq. Sənin mətnində varsa, yazacaqsan metafor. Əgər sənə sual versə ki, bədii üslubun səciyyəvi xüsusiyyətinə aid nə varsa yaz, metafor yazacaqsan. Mətnində bu tərzdə köçürülmə varsa, nümunənin də qarşısından yazacaqsan. Sonra uşaqlar, litota mübaliğə. Mübaliğə şişirtmədir. Mübaliğə şişirtmədir. Uşaqlar, hiperbola da deməkdir bu. Əşya və ya hadisənin həddindən artıq şişirdilməsini deyilir. Məsələn, Qaraca çobanın atdığı daş yerə düşməzdi. Düşsəydi də 3 il orada ot bitməzdi. Yəni, bir daş yerə düşməzdi. Düşdüyü yerdə ot bitməzdi, şişirtmə var.
Məcnunun ahından dağlar titrədi. Burada olacaq şişirtmə. Nərəsindən yer yarıldı. Baxaq, buna nərədən yer yarılar. Gördünüzmü mübaliğə nədir? Mübaliğə olan bir şeyi həddindən çox, yəni mümkün olmayacaq qədər şişirtmədir. Göz yaşlarından çaylar axdı. Göz yaşlarından çaylar axarmı? Xeyr. Mübaliğə daha çox folklorda və klassik ədəbiyyatda işlədilir. Litota isə mübaliğənin əksidir. Əşya və ya hadisənin əlamətinin daha kiçildilmiş, cılızlaşdırılmış formada verilməsidir. Litota kiçik, yəni little bildiyiniz. Deyir, döydü yağış məni, döydü qar məni, bir qarışqa minsəm aparar məni. Uşaqlar, yəni insanı gör necə burada balacalaşdırdı ki, hətta qarışqa belə onu apara bilər. Yəni cılızlaşdırılmış formada. Sonra uşaqlar, gəlin baxaq. Bunları dedik bayaq. Elmi üslubu dedik, rəsmi işgüzar üslub qalmışdı. Rəsmi işgüzar üslub. Və məişət üslubu uşaqlar. Məişət üslubu dedikdə gündəlik yaşayış, ümumi həyat tərzi, insanların vərdiş olunmuş davranışı nəzərdə tutulur. Dialoji nitq məişət üslubunun canını təşkil edir. Məişət üslubu sadə, təbii, danışıq dilidir. Onu səciyyələndirən əsas cəhət nitqin sərbəstliyi və təbiiliyidir. Məişət üslubu ədəbi dilin şablonlardan, qəliblərdən, məhəlləçilikdən təmizlənmiş şəklidir. Bu üslub xalq danışıq dilinin qayda, qanunlu, dialekt üstü nitq formasıdır. Yəni, məişət dil deyə nə gəldi, necə gəldi danışmaq olmaz. Qaydalara uyğun şəkildə danışmalıyıq. Yəni, fonetik norma, ədəbi dil normalarına, orfoepik normaya uyğun danışmalıyıq. Rəsmi işgüzar üslub sənədlərin, yəni rəsmi sənədlərin, işgüzar sənədlərin dil təzahürünə rəsmi işgüzar üslub deyilir. Rəsmi işgüzar üslubda fikir müəyyən standart formalarda və yığcam şəkildə verilir. Artıq sözlər, obrazlı ifadələr işlədilmir. Fərdi nitq ünsürlərindən qaçılır. Rəsmi işgüzar üslubun lüğət tərkibi yığcam, sintaksisi məhdud olsa da normallığı möhkəmdir. Deməli, lüğət tərkibi yığcamdır, sintaksisi azdır, yəni necə elə cümlələr təkrarlanır. Müəyyən tarixi təkamül prosesində standartlaşmış formalardan kənara çıxmır. Ona görə arxaik leksika, əski sintaktik konstruksiyalar quruluş, uzun zaman mühafizə olunur. Bura aiddir rəsmi sənədlər, işgüzar sənədlər, rəsmi sənədlər, konstitusiya, qanun, qərar, məcəllə, sərəncam, işgüzar, ərizə, izahat, bildiriş və s. Bunlar da olacaq rəsmi sənədlərin dili.